Bir dərsdə müəllim tələbələrə okeanda şiddətli fırtınaya tuş gəlmiş bir gəminin əhvalatını danışırdı. Gəmidə xeyli insan var idi. Gəmi artıq batmaq üzrə idi. O insanların arasında bir də gənc bir ailə var idi. Artıq sonuncu xilasedici qayıq gəmidən ayrılırdı. Gəmidə heç kim qalmamışdı. Bu zaman gənc cütlükdən ər o sonuncu yerə özünü atdı. Qadın isə gəmidə qaldı. Qayıq gəmidən ayrılanda qadın qışqıraraq ərinə nəsə deyirdi. Və müəllim bu zaman söhbətini yarımçıq kəsib tələbələrdən soruşur. Sizcə qadın ərinə nə deyirdi? Tələbələr bir-birinin ardınca sən qorxaqsan, sən nankorsan, sən məni atdın, sən məni xilas eləmədin, bu heç kişiliyə yaraşarmı? Deyə cavab verdilər. Amma tək bir tələbə danışmırdı, susmuşdu. Müəllim o bir tələbəyə yaxınlaşıb soruşdu. Bəs sən nə düşünürsən? Tələbə sakit səslə dedi. O qadın qışqıraraq ərinə deyirdi ki, uşaqlarımıza yaxşı bax. Müəllim uşağın başını sığallayıb, sən əvvəllər bu hekayəni eşitdinmi? Deyə soruşur. Xeyr müəllim, bu hekayəni eşitməmişəm. Sadəcə mənim anam da ölməmişdən öncə atama bu sözləri demişdir. Tələbənin bu cavabından sarsılan müəllim bir neçə saniyə sükut içində dayanır. Sonra isə özünü birtəhər ələ alıb hekayənin ardını danışmağa davam edir. Göyərtədən xilas olub qayığa minən ata evinə qayıdır. Qızlarının yanına. O qızlarını xoşbəxt və firavan böyüdür. İllər keçir, həmin adam yaşlanır və dünyasını dəyişir. O öləndən sonra bir gün qızları onun gündəliyini tapır. Gündəlikdə isə bu sözlər yazılmışdır. Həkimlər sənin ömrünə 3-4 gün qaldığını demişdilər. Biz səninlə bilərəkdən bir səfərə çıxdıq. Həmin günü gəmi batanda mən səni qayığa tərəf itələmək istədim. Amma sən əlimdən qurtuldun, çıxdın və mənə yalvararaq qayığa min dedin. Mən qayığa mindim, çünki buna məcbur idim. Övladlarımızın xətrinə. Sən isə son gülüşünlə əbədi yaddaşıma həkk oldun. Mən övladlarımızın xətrinə o qayığa mindim. Amma bu övladlarımız olmasaydı, mən səni orada yalnız dalğaların qucağında tək qoymazdım. Sənə sarılıb səninlə ölərdim. Mən səni sevirəm və heç vaxt unutmayacağam. Hekayə bitər, sinifi dərin bir sükut bürüyər. Tələbələr həmin günü həmin dərsdə həyatın ən önəmli bir dərsini öyrənmişdilər. Bəzən həyatda hər şey göründüyü kimi deyil. Bəzən insanların davranışlarının arxasında bilmədiyimiz həqiqətlər yatar. Bəzən insanları mühakimə edib günahlandırdığımız, bilmədən, səbəbini anlamadan insanların qəlbini qırdığımız zaman onların hərəkətlərinin arxasında yatan insani davranışlarını görməzdən gələrik və insanları mühakimə edərik, qəlblərini qırarıq. Ona görə də bilmədiyim bir şeyi, səbəbini anlamadığın bir şey haqqında fikir yürütmə. Bu, həyatda alacağın ən böyük dərsdir. Çünki sənin səbəbini bilmədən bir insan haqqında yürütdüyün bir mühakimə onun yarasını yenidən qoparmış olur.